Linear vs non-linear regression. Okay, linear regression nədir? Linear regression biz birlikdə xətti regressiya, xətti prediction modeli, ona da linear regressiya, xətti olana non-linear deyirlər. Linearın formatı budur. Yəni hər bir feature üçün bax feature 1, variable 1, feature 2, feature n. Nə qədər olarsa feature. Və bundan qabağında olan nə? Bundan da deyirlər coefficients. Okay? Hər bir feature özünün coefficient olur. Okay? Alright. Ondan sonra da biz də deyirik ki, non-lineardakı istər tan deyirəm, sənin tangent də bu. İndi ola bilsin, kotangent ola bilər, kosinus ola bilər, sinus ola bilər, hər şey ola bilər də. Tək olmayan, yəni ki, bu linear olmayan da. Lineardan başqa nə varsa, regression type modellərə non-linear deyirlər. Logaritmik falan, belə bir şey. Bunun hamısını linear formatını düşürək, formatını dəyişir. Parametric and non-parametric models. Bu da var. Parametric model is obtained based on certain assumption about the distribution of the data that is being modeled. Yəni, əgər biz modelin distributionunu biliriksə, parametric modellər deyirlər. Okay? Because the assumptions, the model is characterized by the finite set of parameters. For example, there is a both linear and nonlinear regression that are parametric models. A non-parametric models, on the other hand, does not make any assumption about the nature of the data and does not have a fixed set of coefficients that defines the model. Yəni, bax fikir verirsiniz, bunlar parametrik modellərdir. Niyə? Çünki bizim həm featurelərimiz var. Bizim də featurelerin fixed coefficientləri var. Fixed coefficient varsa, buna parametrik modellər deyirlər. Okay. Budur, həm də ki, distribution. Bax, bunun olmasını distribution'ı təyin edir. Bizim nə qədər bunlar olacaq, bizim distribution'ımız bəlli olacaq. Bildin? Əgər bunlar yoxdursa, ona deyirəm non-parametrik modellər. Yəni, bizim coefficientimiz yoxdur, bizim distribution'ımız ola bilməz. Yəni, bilə bilməliyik. Ola bilərik, bilə bilməliyik. Okay? Yəni ki, heç bir məlumat vermir. Bizim datamızın formatını heç bir anlayış kəsb eləmir. Qaçaq? Okay. Bizim nə qədər qalıbdır burada? Hələ kim gedək? Regression, okay, bu biraz vaxtlanacaq, izah etmək, correlation, confusion, okay, ondan sonra cross validation, bu strateji haqqında danışmaq, bu strateji. Ha? Girək. Nə? Suallar? Logistik regression, ona sonra girəcək, elə yoxdur. Okay, assumptions of linear regression. Linear regression olması üçün bəzi bizim assumptionlarımız var. Assumptionlar nə mətləb? Bilən var? Təxmin. Assumption bir şey olmasını təxmin edirsən. Okay, belə bir şey. When apply linear regression to solve the real-life regression problem, yəni real-life regression problemi çözmək üçün, we need to understand that the algorithm operates under some assumption. Bəzi bizim şeydən deyirlər. Yəni, bunlar olduğunu biz düşünürük. Çünki belə bir şeylər var. Biz linear regresiya eləmək istəyiriksə. Amma real life-da biz bunu eləməyimiz üçün biz onların bu assumptiondan doğru olduğunu bəlirləməliyik. Bizim bəzi assumptionlar olacaq, biz onların doğru olduğunu tapmalıyıq birinci. Tapmasaq biz onu elə bilməliyik. Amma bunda qəbul olunan şeylərdir. Okay. Those assumptions allow us to correctly conclude from the result of our analysis. Yəni ki, bizim analiz edirik, analiz görə dəyərləndirməkdir. In case one or more of those assumptions are violated, violate nə deməkdir? Yəni, violated demək ki, qəbul eləmir də, olmur. Yəni, əgər bir və ya bir neçəsi doğru gəlmirsə, o demək ki, bizim assumptionımız doğrudur. Bu linear model ola bilməz. Linear deyil. Bizim bu data setimiz linear deyil. Çünki biz model qurmamışdan qabaq bizim modelimiz, bizim datamıza baxırıq. Bildik, pre-processing var eləyir deyə biz. Bildik, şeylər deyə, indi
Normalization falan belə. İndi burada bizdə normalizasiya çox ehtiyac olmayacaq. Amma bizim normalizasiyanın yerinə başqa şeylər baxacağıq. Bilirsiniz? Bunları görəcəyik bunlara baxacağıq. The results and the performance of the model might not be reliable enough to extract inferences from the model and apply those to unseen data. This is why it's necessary to check whether developed specified assumptions are specified by the linear regression model or not. Yəni ki, biz bax, linearity, multicollinearity, homoscedasticity. Ben hiç fark edememişim hayatım boyunca. Normal öyle bir şeydi. Ben de bazarmadı o işler. Dilim tam dövüyor. Normal distribution of error curves and endogeneity. Bunlar hamısı uymalıdır. 4-5 tane şey. 1, 2, 3, 4 tane, 5 tane xüsusiyyətimiz uymalıdır. Biz bunu tapmalıyıq. Linearity nədir? First and foremost, assumption is related to the type of relation between the dependent and independent variable. Since the linear regression model fits the line to the data, the relation between the independent variables and the dependent variables must be linear. Yəni ki, bizim inputuna feature'ları, independent feature'lar, and dependent feature, output'umuz, onlar arasında olan əlaqə linear əlaqə olmalıdır. Əgər bizim inputla output arasında olan bildiyin əlaqəmiz linear olmazsa, biz linear model qura bilməyik. Belə bir şey. Məntiqsiz da. Bizim datamız linear deyilsizcə qura bilərik. Bilirsiniz, belə. Bu bir. Birinci şeyimiz. Ən başda bunu baxmalıyıq, təyin etməliyik. Ondan sonra, collinearity. This is phenomenon related to correlation among the independent variables in a data. Biz nə varmışıq birinci? Independent feature'larımızla dependent feature'ımız arasında olan linearity tapırıq. Collinearity də independent feature'lar arasında olan linearity. Bilirsiniz? Yəni mən deyirəm ki, mənim 2 dənə, 1, 2, 3 general feature'lardır. Birinci ilə ikinci mənim independent feature'ımdır. Biz bunlara baxaraq bunu təqdim edirik də, amma belə Mənim bunlar arasında, bu 2 dənə feature'dən bu feature arasında olan linearity'yə baxırım. Ortaya gələcəm. Sonra bu bakın linearity. Bilin, bunlar 2 dənəsi mənim independent variable'dır, bir də mənim Bilin, bak bunlar arasında olarak linearity necə? O da collinearity. Independent feature arasında olan linearity. Linear regression assumes that there is no multicollinearity between the independent variables. Eğer independent variable hakkında arasında linearity olarsa, biz onu birini istəyəcəyik. Hamısı istəyəcəyik. Bu bir şey deyil yəni. Yəni bizim independent variable arasında linearity aslında olmamalıdır. Tam tersi, bilirsiniz? Independent variable ile dependent variable arasında linearity olmalıdır, ama içerisinde öz-özünde linearity olmamalıdır. Multicollinearity reduces the precision of the estimated coefficients, which weakens the statistical power of the regression model. Eğer deyək ki, bizim independent feature'lar arasında linearity olsaydı, bizim bu coefficientlər yoxdur, coefficientlər. Ondan tapmasını çətinlik yaradacaq. Bu da bizim modelimizin konsepti odur ki, o coefficientlər tapmaq. Doğru diyorsa yox, coefficient. Bizim orada coefficient tapsaq, bizim linear modelimiz hazır kimidir. Okay? Böyle. Okay. Homoscedasticity. Homoscedasticity. Yok. Homoscedasticity. Neyse ondan. Ondan. So, according to this assumption, the error... Hatta mən yaxşı Alman olmamışam. Alman olsaydı, bədbəxt olaraq da. 50 milyon. Alman da öyrənmişəm zamanında. Öyrənə bilmədim, ingilisini çevirdim. Ona görə biraz var olacaq. According to these assumptions, the error associated with each data point should be equally spread, meaning constraint variance along the best fit line. Error associated with each data point. Yəni ki, bax biz tapmışlar bizim modelimiz. Sonra bizim errorumuz var. Training datamızda bizim errorlarımız vardı. Bizim line-dan tam üstə düşmürdülər.
Həmin o deyir ki, şey olmalıdır. Nə qədər müəyyən qədər şey olmalıdır. Data point-la Toskanın üstünə düşə bilməzlər. Mümküniyyəti yoxdur. Yəni o qədər elə bir mükəmməl bir datamız, elə bir mükəmməl bir şeyimiz olmamalıdır. Çünki onlarla overfit olma dilimiz. Bilirsiniz? Deyir ki, bizdə burada Homestil deyir ki, bizim data pointlərimiz biraz spread olmalıdır. Bir yerdə çox toplanmamalıdır. Bilirsiniz? Bir yerdə toplananda linear çəkməm. Düşün ki, mən bu plane'imdir, belə bir plane'dir. Baxıram bax, bura qayda. Görürsünüz bunu. Görürsünüz bunu. Bilirsiniz? Bu şeylər yığışdırmaqlardır. Onda linear nə qurmaq olar ki, hiçbir şey qoya bilmədik yəni. Anlar bilirsiniz? Yəni variance, high variance son, bəs high variance olmalıdır. Çoxdur bir hal yoxdur. Yəni ki, çox low variance bizə sərf eləmir. Okay? Belə bir şey. Ne deyir? The derivation of this equation of the linear regression model assumes that the error terms have a constrained variance. Since the result of the linear regression model might not be reliable in case the assumption of something is violated. Bilirsiniz, yəni yeni şey deməkdir. Yəni ki, bir sözlə biz çalışmalıyıq ki, bizim spread out olsun. Normal distribution of the error term. If error terms are not normally distributed, yəni ki, normal distribution olmasa, confidence interval might become too wide or narrow. Yəni, confidence intervalimiz bizim ya çox qısa olacaq. Orada şey qoymaq olmur. Çünki nə qədər qısa olsa bizim şeyimiz artır, faiz nisbətimiz artır, precisionimiz artır. Amma precisionun artmağı o demək deyil ki, mükəmməl yəni çətinləşdirir. Modelimizi overfit edir. Overfit deyil. Yəni modelimizi çox ağırlaşdırır, çətinləşdirir. Okay? Əgər ki, modelimizi o qədər şey deyir ki, yəni çox spread out edir. Bunda underfitting kimi olur. Biz bütün konsept overfit, underfit. Biz bunları qaçmalıyıq. Bizim konseptimiz budur. Əgər bizim şeyimiz olsa, intervalımız çox böyük olsa, onun üçün düşən nə predict eləmiş, prediction modelimiz doğru deyil, yəni olmayacaq. Linear bir şey qurmaq olmur orada. Ya çox şey olsa, onu yenə qurmaq olmur. Yəni bizim, bunu görsəm, yenə bax, bu işlər qayıdacaq. Görürsünüz, bax bu. Çox dağınıq olsa yaxşı bir şey deyil. Çox sıx olmadı yaxşı bir şey deyil. Ortağını tapmaq lazımdır. Bunun tapmağında yolu şeydir kesin. Buna deyirlər artıq normal distribution. Normal distribution olmalı. Bizim error termlərimiz, errorlarımız. Okay. Once the confidence interval becomes unstable, it leads to difficulty in estimating coefficient based on the minimization of the least squares. Ordinal least square var deyib yaxlar. Bizim o var konseptimiz 1 bölünsün n, toplam sum bölünsün, actual value çıxırsın, estimated value. Onun şeyi, power. The precise of a non-normal distribution suggests that there are few unusual data points that might be studied closely to make the better model. Ama anladınız, normal distribution budur. Yəni ki, bizim error pointlarımız, error termlərimiz normal distribution olmalıdır. Bunlar necə olacaq hamısını gələcək kodu görəcək. İnşallah işləyərlər. Çox rahat olun. Pozitiv ümumi konsepti anlayın. Endogeneity var. Is a phenomenon of independent variables being correlated to an error term of the model. Yəni bizim independent variablelarımız və onların error termləri bir-birindən correlate olmasıdır. Biz bunu nəsədə şey dedik. With endogeneity, the optimization process will lead to biased parameter of the model. This will adversely affect the performance of the model. To avoid this, it's assumed that independent variables are not correlated to error terms. Yəni errorla bizim independent variables correlate olsa, o zaman bizim modelimiz yaxşı olmur. Bu endogenitini pozmuş olur. Niyə deyə gəlsək,
Üçünü bir correlate etdi. Xətti şeydir. Bax. Bizim errorumuzla error sıfıra yaxındır. Independent variablelarımız bir-birini çox istəyir, yaxından. Overfit olur modelimiz. Və ona heç kimə başlamağa dəyməz. Başdan bəlli edir ki, bizim linear model qurula bilməz onun üzərində. Okay? Alrighty? Copy? Alrighty. So regularization, ridge regression and ridge regression. Bunu biz nə deyirik biz burada? Bunu girək ümumiyyətlə. Neyse girək. Biz buna girək. Bir də bir correlation girək. In real life cases, bax bunu çox yaxından qulaqsaq, bu biraz kompleks bir şey. Artıq çox da kompleks deyil, amma yəni ki, görəcəyik də biz bunu çox. Bunu çox görəcəyik bu arada. The machine learning models follow the existing patterns in a training data up a different extent. Yəni ki, bizim linear modelimiz, machine learning modelimiz, yəni pattern üzərində qurulur da, əlaqələr üzərində qurulur. Demişəm, feature arasında olan əlaqəyə görə bizim outputumuzu təyin edir də. The main purpose of modeling is to make it perform well on unseen data. Yəni bizim konseptimiz nədir? Modelimiz o qədər elə olsun ki, çalışın biz test data verəndə onu mükəmməl təmin edəsin. Bizim onsuz bizə gələcəkdə bizim model nə üçün lazımdır? Prediction üçün lazımdır. Anladınız? Bizim üçün ən vacib şey budur ki, prediction'imizi doğru eləsin. Nə qədər? High accuracy ilə versin. Doğru? Okay, anlaşıldı. To do so, yəni bunu etmək üçün, the model needs to be free from both overfitting and underfitting. Bəlkə biz bunun üçün çalışırıq da, nə overfit olsun, nə underfit olsun. In machine learning, regularization is a process of making models simpler by reducing the importance of variables that are less significant. Anladınız bu terimi? Yəni, machine learning-də budur ki, biz istəyirik ki, bizim modelimiz nə qədər simpler olsa, o da yaxşıdır. Çox simple olmasın. Overfit olmaması üçün simple eləmək. Bəzi mən vacib olmayan featurelərimi ata bilirim. Bax, o vaxt öncə elə mən bəzi featurelər atırıq biz. PCA var ya, PCA. Yəni, PCA kimi bir şeydir. Düşünün ki, PCA-in linear regression forması. Bilir? Adding a penalty in a cost function if more importance is given to such variables. Adding a penalty in a cost function. Yəni ki, biz cost functiona, cost nə deməkdir? Yəni ki, xərcli şeylərdə. Yəni biz bunlara penalty əlavə eləyirik. Və onu azaldırıq, onun əhəmiyyətini azaldırıq. Biz heç bir feature, nə qədər azalsaq, o feature'ın çox əhəmiyyətini kəsb də. Bizim penaltimiz nə olacaq? Bizim onda həmin feature-ın deyək ki, bəziləri 38% əhəmiyyət olacaq, 35% əhəmiyyət olacaq. Bəzi feature-ın 0,001% ehtimal şey var, əhəmiyyət var. Bu əhəmmiyyətsiz kimi bir şeydir. Biz onu atmaq, biz bilmirik, daha hansı feature atmaq olar. Model özü təyin edir. Bilir? Model özü təyin edir. Model o qədər aşağı verir ki, buna şey. Bilir? Onun heç bir əhəmiyyət kəsb eləmir. Bir penalty verir də, belə penalty yolu. A variable plays its role in a model which its value and coefficient associated with it. This indicates that regularization can be done by regulating this coefficient. Yəni biz coefficient'i regulate eləməklə biz modelimizi şey eləyə bilərik. Biz hansı feature'ın əhəmiyyət kəsb, hansı feature'ın əhəmiyyət kəsbini təyin eləyə bilərik. In general, regularization works well when we have high number of features. Yəni bizim çoxlu feature'larımız var ona baxımız. Az vanda çox azaltmaq da istəmirik. Nə qədər bizim 4-3 dənə feature'imiz, 2 dənə feature'imiz olsa, onu azaltmağa dəyməzlər. Bizdə özü 10, 15, 20, 25 dənə feature'imiz olanda onu da azaltmağa çalışırıq. Çünki onda şeydir da, bizim modelimiz kostum model ola bilər də. Regularization is a technique used to reduce the overfitting of the model. Bax, bu underfitting üçün deyil, bu overfitting üçün ancaq. Bilir? Əgər bizim modelimiz overfit olarsa. Yəni bizim training datamız çox mükəmməl öyle, amma test datamızda bir şeylər bilmirdi. Çox bir əhəmiyyət kəsb eləyə bilmir. There are two major type of regularization technique used in regression problems. They are given follows. Ridge regression'da, lasso regression'da iki dənə bizim regression modelimiz var ki, biz bu istifadəyə overfitting'in qarşısını alırıq. Okay? Alright.
Let us discuss them one by one. Okay. Ridge regression. Biz bura girməyəcəyik. Bizim hesablaması bizim üçün önemli deyil. Ridge regression, because niyə görə biz Python-da istifadə edəcəyik. Biz bunu görməyəcəyik. Bunu heç məsələ soruşa bilməzsən. Elə bir dünya yoxdur. Sən statistician deyilsən burada, çox əzbərə biləsən. Ridge regression as a modification of the cost function, an addition term that is equal to a product of the regression parameter and the sum of square of coefficient of the model is added. Ne deməkdir? Yəni ridge regression da addition verirəm. Cost function, cost əlavə edirəm. Nə edirəm? As a modification in a cost function. Cost functiona dəyişiklik edirəm. Bax, cost functiona dəyişiklik edirəm. Cost function nədir? Nə tərif falan? Cost function nədir? Yəni bir şeyin yəni bizim bu actual value-ilə olmayan arasında olan dəyişikliyin onun arasında vurulan funksiyadır. Bunu bilmirik. Bunu gələcək anlayacaqsınız zamanında nə deməkdir o. An additional term that's equal to the product of the regularization parameter and the sum of squares of the coefficient of the model is added. Nə deməkdir? Sum of square of şey var ya, bax, var idi RMS-i. Bizim var ya RMS-i kök altına çalmışıq. Onu elə bir ki, ona bir penalti funksiya veririk də belə baxanda. Biz ona penalti funksiya veririk. Ona penalti funksiya edirik, şeyimiz dəyişirik. Necə deyim, bizim parametrlər dəyişməyə çalışırıq. Model parametri. Deyib, bax bu. Loss funksiyamız bizim budur. Penalti funksiyamız model özü azaldırdı. Elə ki, bizim koefficient'i azaltmağa çalışır. Həmin şey belə. Bax, buna qalır. Baxır ki, 4 dənə feature'dır. Feature A əhəmiyyət kəsb edir. Feature B əhəmiyyət kəsb edir. Feature C əhəmiyyət kəsb eləmir. Feature D-dəki yenə əhəmiyyət kəsb eləmir. Ona azaltmaq üçün, deyib, mən bu koefficientləri azaldım. Koefficient azaltmaq üçün də, yəni backenddə bir funksiyadır da. Funksiya nə qalır? Funksiya durub onun koefficient azaltmaq üçün loss function verir. Loss functionda onu azaltdıqca, həmin funksiyanın, həmin o parametrin, həmin o kolumun şeyini azaldır da, elə ki, onun costunu yuxarı verir. Loss functionu yuxarı qaldırır loss funksiyası. Loss'u qaldırdıqca koefficient aşağı düşür. Çətin bir şeydir. Demək kompleks bir şeydir. İki oxumaq lazım anlamaq üçün. Cərimə verir də. Cərimə verir. Elə ki, şeyini azaldır da. Cərimə deyirsən, koefficient azaldır. Yəni, formada cərimə verir, onun fikirli çalışmır. Cərimə deyir, bax, budur, bax, şeydir. Bax, cərimə necə verir? Deyirəm, bax, cərimədə nə qalır? Yəni, azaldır. Silir, yəni, həm kolundan da, yəni, bəlusu koefficient. Koefficient azaldır elə. Penalti verib koefficienti azaltmağa başlayır. Nə formada azaldır, onu bilmiyorum. Bax, deyir ki, birinə 15 vermişdi, opsiyon 10 vermişdi bayaqları. Real bir şey. Bax, baxın, deyir ki, real data görəcəyik, onu görürüm. Mən orada danışacağım, onunla bunları tərzdən keçəcək real data gələndə. İndi mən bir izahlayayım. Bax, gəlin belə. Bunu görürüm, bax, buna kimi görürüm. Ya buna çox da eyni kimi. Mən görürəm ki, mən buna 5 vermişəm. Bilə, buna 3 vermişəm, buna 2 vermişəm, buna 1 gəldik, buna 1 vermişəm. Mənim bu olanda, mənim modelim overfit olur. Mən görürəm ki, mən axırıncım o qədər önemli deyil. Mən bundan azaldıram, buna penalti verirəm, bunun şeyini azaldıram. Koefficientini azaldıram. Bu koefficient verirəm buna, bu daha çox önemli. Bilir, önemli olan daha çox önemli edirəm. Önemli olmayan daha çox azaldıram. Koefficientini azaldıram. Buna bir şey deyiləm. Ona verir loss function şeydən azaldır. Bir də, gəl bura şeydir. L2 regularization will reduce the effect of some coefficients. Bax, reduce effect of some coefficient. Reduce edəcək. Bəyəkçi reduce edəcək. By minimizing them, minimizing azaltmaqla, but it will not completely eradicate the effect of the feature variable from the model. Yəni ki, sıfır eləməyəcək də. Amma sıfıra çox yaxın eləyəcək.
Değil mi? Əhəmiyyət keçmir. O model oldu olmadı, o feature oldu olmadı dəyər qatmır da modelimizə. Azaldır yəni. Mən şey etmişəm. Dəyər seller tapmaq üçün Çox çətinləşdirmir. Və loss function falan gibi məsələ biraz başınız qatışdı yəni. Gəl bir də bizə deyim də. Bax yenə bura qayda. Başqa sual verəcəm. Mən sonra seller tapmaq üçün belki bir işçinin yaşına baxırdı, work experience-a baxırdı, bir də nəsə. Bir də gəlir ayaqqabı sayısı. Ayaq ölçüsü. Ayaq ölçüsünün onun əhəmiyyəti yoxdur. Ayaq ölçüsü baxın ki, mən əslində çox az qatır da mənə. Onun koefisiyentini o qədər aşağı eləyirəm ki, qatlamış kimi bir şey olur. Mən direkt onun koefisiyentini getirdim, onun üçün digər dəyərləri niyə əlavə edir? Zaten onların üçün önəmlidir. Amma müəyyən bir dərəcədə köməklik göstərə bilər də, belə baxanda. Ona görə bir şey demişdim ki, amma o qədər aşağı olur ki, bizim model overfit eləmir də bizim modelimizi. Aşağı çox aşağı vermişəm. Koefisiyenti o qədər aşağı vermişəm ki, ordinal olmadı, amma olsa yaxşıdır da, why not da yəni. Nesri matım ki, yəni. Onun üçün mənim modelimə çox ağırlıq yaratmır da bu. Bilir? Koefisiyent aşağı çox aşağı olsa, yəni o modelimə qatmır deyə çox eləsən deyə. Ağırlıq deyə, kompleksi də eləmir mənim üçün. Bilir? İndi bir də last regression var. Şeylə uzatmayayım məncə. It's another type of regression that uses regularization but in different way. Bu da eyni şeydir, amma farklı formatda. Last regression as a modification in the cost function, the product of the regularization parameter and the sum of the product modulus. Bu biraz çətin olur. Ki bundan daha yaxşı izah edəm. L1 regularization will drive some coefficient to zero. Hence perform feature selection because multiplied by variable with zero removes them. Gördünüz mü? Budur. Bax, bu L2'dur. Reach heç vaxt sıfır eləmir. Hər zaman bir mənada o feature'ın bir hissəsində xırda olsa onu istifadə edir. L1 heç vaxt demir. L1 kəsib atır. Bilir, bura gəldi. Amma bunu baxın, bax fikrini belə şeydir. Bax, bir kəsib atmaq deməkdir. L1. Bunu biləcək. Bax, bunu şeydir, lasso deyim, reach-də yəni saxlamağa ehtiyac yoxdur. L1 L2. L1 L2. L1 kəsib atmaqdır. L2 saxlamaqdır. Amma koefisiyent o qədər aşağı azaldır ki, kəsdirdən kəsməsən. Biz belə bir şey. Amma yəni ondan bir mənada istifadə edir. Bir güz şəkildə istifadə edir. Okay? Buyur. L1 kəsib atmaqdır. L2 saxlayıb da, amma parametri azaltmaq, koefisiyenti azaltmaqdır. Gəldi belə. İndi anlayış doğru sizə? Okay. Correlation and cohesion. Correlation nə idi? Pozitif korrelation. Nə correlation? İki dənə feature arasında olan şeydə münasibət deyək də. Okay. Bax, bu positive correlation. Artdıqca bu da x artdıqca y da artır. Buna deyil, x artdıqca y azalır. Negative correlation. Buna deyirlər? No correlation. Başqa yoxdur. Cohesion nədir? Cohesion means that one event occurs another event to. Bilməm, biri obirisinin olmasına səbəb yaradır. Nədir? Cohesion. Bilir? Yəni ki, correlation, cohesion isə fərqli şeylərdir. Correlation birinin olması üçün obisi olmasına ehtiyac yoxdur, yəni. Məcburiyyəti yoxdur. Amma cohesion'a məcburiyyət var, yəni. Bir şey olması üçün obisi. Bax, let's consider example in a below image. Summer season'da yay moment. Cohesion nədir? Siz kondisionerlər şey deyir də, artış satışı. Siz belə bir şey. Bax, bunun olmasının səbəbi yayın olmasıdır. Bunun olmasının səbəbi yayın olması. Buna cohesionlardır. Səbəbi var. Bunun olmasının səbəbi budur. Amma ice cream satmaqla bu kondisioner artmağı satışın bəlaqəsi yoxdur da, belə bir-birindən də. Düzəltsə var. Evdə ice cream ekonomiyada məcbur daha çox ice cream yesin, biraz cool down olsun da. Amma konsept olaraq yoxdur yəni. Ona deyirlər correlation. Bu ikisinin arasında olan correlation deyirlər artıq. Bilir? Amma ice cream arasında həkimlər biraz Aynen. Ana korrelasyon deyəcək. Buna deyirlər korrelasyon. Nə qədər çox ice cream yesin, o qədər çox boğazlar yesin həkimə. Həkimə getmirsən, o sorma konfet olur, belə şeysən, boğazını aç yesin. We know that summer, neysə bildiniz də bu temadır, bu nə oxuyacaq olsa.
Correlation and cohesion. It's important to note that correlation does not imply cohesion. Yəni, bir şeyin korrelasiyası olsa, cohesion olmaq məcbur deyil. There might be a third variable affecting the relationship between the two variables. Üçüncü bir şey ola bilər ki, onu effect edə bilsin. For example, we observed above that the due to a cohesion causal relationship of summers with sales of air conditioners and sales of ice cream, the plot of sales of air conditioners and the sales of ice cream in summer might show some positive correlation as both increases in the summer season and the başlayır. Yəni demək istəyir ki, bu artarsa, yəni bunun artanda bu da artmaq ola bilər də böyütmə. Demək ki, bu nə qədər çox artdı, demək o da çox istidir. Hava daha çox istidir. Yəni insan ürəyə tab götürməyə başlayır, amma daha çox isti olan nə daha çox air konsert verir də hər zaman bu positive correlation ola bilər. Belə bir %100 bir şey yoxdur, amma ola bilmə şansı var. Burada var nəzərdir. Boş ver. Çıxır, qalmış tutarım. Cohesion nədir onda? Cohesion nə oldu? Cohesion, yəni bir şey baş verir, o şeyin gəlmək istəyəndə bir digər Okay. Correlation həm də bilir. Cohesion. Okay. Bu qədər. Sonra cross validation falan gələn bir girəcək. İnşallah bir iki dənə sample işləyərik. O əsas şeylər qalıb elə. Sağ olun.